bir nəfərin adını xüsusi vurğulamaq istəyirəm ki, Oktay Zeynalov olubdur. Göyçayda deməli orta məktəbi bitirdikdən sonra gedib Dövlət Universitetinin Jurnalistika fakültəsina daxil olub. O vaxt Jurnalistika fakültəsini bitirən ən yaxşı tələbələri rayonlara göndərirlər ki, rayon qəzetlərinin üstəsində. Onu Tovuza göndərirlər, orada işləyir bir müddət. Oradan sonra gəlir, qutarır öz vaxtı, gəlir Göyçay. Göyçayda olur Komsomolun birinci katibi. Komsomolun birinci katibliyindən göndərirlər Ali Partiya məktəbinə. Ali Partiya məktəbindən gəlir Göyçay rayon icra hakimi, Göyçay rayon partiya komitəsinə, Göyçay rayon partiya komitəsinə, təbliğat təşkilat şöbəsinə müdir. Oradan bir müddət işləyəndən sonra qoyurlar ikinci katib. İkinci katib işləyən vaxtı, ən yaxşı vaxtlarında çox gözəl işləyir, yüksək səviyyədə işləyir. İşləyən vaxtlarında bu adam Göyçay qəzetində bir səhv olur, bir məsələ olur Göyçay qəzetində. O səhvi mafiya yaranır, qruplaşdırıb yıxırlar Oktay Zeynalov. Nə qədər edir Oktay Zeynalov? O tələbdən çıxa bilmir. Oktay Zeynalovu vəzifədən azad edirlər, partiya sıralarından azad edirlər. Bu gedir, bu adam gedir, kolxozda, heyvandarlıq üzrə, Bolqarıstan kolxozunda mavin işləyir. Oradan partiya bərpa olur, yavaş-yavaş sonra qayıdır redaksiyaya, sonra gəldi redaktor oldu, sonra rəhmət getdi. Amma bu insan Göyçayı uzananların biri oldu ki, həmin ona qurğu quran adamları o qaydandan sonra düşüb məhv edərdi, onlar rüsva edərdi. Göyçayın adına görə onlara heç nə eləmir. Böyük adam. Bəli, böyük adam.